Axşamınız xeyir. Hər günün xəbər saatı efirdədir. Studiyada Afət Telman qızıdır. 30 dəqiqənizi bizə ayırın, xəbərlərimizdən xəbərdar olun. Öncə anonslara nəzər yetirək. Ukraynadan Azərbaycana idxal olunan toy qəti ilə bağlı cinayət işi açıldı. Toy kərvanları barədə xəbərdarlıq edildi. Gəncədə ana və 4 aylıq körpəsi yol qəzasının qurbanı oldu. Kiyevdə qeyri-adi aksiya. Yarıçılpaq qız prezidentlərin görüşünə mane olmağa çalışdı. Beləliklə, hər günün 20-15 buraxılışı efirdədir. Bugün Prezident İlham Əliyev Pirallahı qəsəbəsində olub. Ölkə başçısı qəsəbədə bir sıra obyektlərin açılışını edib, balıq yetişdirmə firmalarının təməlini qoyub. Bu günlərdə Azərbaycanın ən çox qonaq qəbul etdiyi yerlərdən biri də Cocuq Mərcanlı kəndidir. 23 illik fasilədən sonra bərpasına başlanılan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində həyat canlanmağa başlayıb. Kənd telekommunikasiya xətləri ilə təmin olunub. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndi telekommunikasiya xidmətləri ilə təmin edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri Cocuq Mərcanlıda Şahəddin Hüseynovun evində olub. Ailəyə telefon, modem və notebook hədiyyə edilib. Azad olunacaq digər torpaqlarımızda da böyük məmnuniyyətlə ən qısa zamanda əhalini rabitə xidmətləri ilə təmin etmək üçün ən müasir texnologiyalardan istifadə etməklə şəbəkəni qurmağa hazırıq. Nazirlik tərəfindən kəndə 10 kilometr məsafədən optik kabel çəkilib. 64 nömrə tutumlu elektron avtomat telefon stansiyası, kənd daxilində telefon kabellərin yeraltı çəkilməsi üçün kabel kanalizasiya qurğuları quraşdırılıb. 1200 metrədək məsafədə daxili şəbəkə qurulub. Cocuq Mərcanlıda inşa edilən 50 evin hamısı, həmçinin məktəb telefonlaşdırılıb, internetlə təmin edilib. Telefonumuz çəkilib, çox sürətli, çox keyfiyyətli, hər bir yerlə də danışırıq. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq yenidən qurulan Cocuq Mərcanlıda əhalinin dayanıqlı və fasiləsiz rabitə xidməti ilə təmin olunması üçün işlər yekunlaşıb. Burada ən son texnologiyaya uyğun avadanlıqlardan istifadə olunub. Hələlik 50 ailə üçün nəzərdə tutulmuş elektron ATS-in tutumu gələcəkdə tikiləcək evlərin sayına uyğun olaraq artırılacaq. Ayşəm Rüstəmova, Emin Babayev, Şamuadı Gözəlov, Space, Cəbrayıl, Cocuq Mərcanlı. Buraxışımızı dünyada baş verən xarici xəbərlərlə davam etdiririk. Bu gecə Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar kiçik tsunamilərin baş verməsi ilə nəticələnib. Ölən və xəsarət alanlar var. Egey dənizi sahillərində baş vermiş 6,7 bal gücündə zəlzələ zamanı Türkiyə və Yunanistanda xəsarət alanların sayı 500 nəfərə çatıb. 2 nəfər ölüb. Ölənlərdən biri Türkiyə, digəri İsveç vətəndaşıdır. Zəlzələ sakinlər və turistlər arasında böyük təşviş yaradıb. Bəzi insanlar xilas olmaq üçün binaların eyvanından düşməyə çalışıb. Türkiyənin Bodrum şəhərində ciddi dağıntılar olmasa da bir neçə binada dərin çatlar əmələ gəlib. Limanda yanalmış yaxtalara ziyan dəyib. Zəlzələnin epicentri dənizdə. Türkiyənin Bodrum şəhərindən təxminən 10 kilometr cənubda qeydə alınıb. Türkiyənin Zəlzələ Təhqiqat İnstitutunun müdürü Haluk Özenir, zəlzələnin əslində 6,6 bal gücündə olduğunu və yeraltı təkanın dənizin bəzi yerlərində 30-40 sm hündürlükdə tsunamiyə səbəb olduğunu deyib. Restoran və kafeləri su basıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanistanla müqayisədə zəlzələnin Bodrumda daha yüngül ötüşdüyünü və ciddi fəsadlarının olmamasını şəhər rəhbərliyinin əvvəlcədən gördüyü tədbirlərin effektiv olması ilə əlaqələndirib. Bu arada minlərlə xarici turist Türkiyə və Yunanistandakı yay məzuniyyətlərini yarımçıq dayandırıb. Hadisə yerinə yaxın aeroportlarda böyük izdihamların yaşandığı bildirilir. Turistlər arasında təşvişin yaranmasına səbəb Yunanistan hökumətinin zəlzələnin təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq olub. Azərbaycanın Xarici İşlər Nazirliyindən aldığımız məlumata görə xəsarət alanlar arasında Azərbaycanlı yoxdur. Yaxın Şərqdə yenidən gərginlik yaşanır. Qüdsdə cümə namazından sonra qan tökülüb, ölən və yaralananlar var. İsrail hökumətinin Əl-Əqsa məscidi ilə bağlı qərarı müsəlmanların namazı küçələrdə qılması ilə nəticələnib. İbadətdən sonra İsrail polisi Fələstinliləri qədim şəhərin divarlarından uzaqlaşdırmağa çalışıb. Gözyaşardıcı qaz, su şırnaqları və rezin güllələrdən istifadə olunub. Etirazçılar asayiş keşikçilərinə daş və müxtəlif bərk əşyalar atıb. Toqquşmalarda bir nəfər həlak olub. Onlarla insan yaralanıb. Fələstin Səhiyyə Nazirliyi toqquşmalarda həlak olan 18 yaşlı Məhəmməd Şərifin başından aldığı güllə yarasından həlak olduğunu bildirib.
İnsidentin görüntüsü sosial şəbəkələrdə yayılıb. Etirazlara səbəb İsrail polisinin Hərami Şərifin həyətinə yalnız yaşı 50-dən çox olan müsəlmanları buraxması və girişlərdə metal detektorları quraşdırmasıdır. Qüdsün baş müftisi Məhəmməd Hüseyn İsrail hökumətinin məscidə girişlə bağlı tətbiq etdiyi məhdudiyyətlərə qarşı çıxaraq müsəlmanları etiraz etməyə çağırıb. İsrail təhlükəsizliklə əlaqədar qədim şəhərə 3000-ə yaxın asayiş keşikçisini səfərbər edib. Qüdsdə İsrail hökumətinin Əl-Əqsa məscidinə girişi məhdudlaşdırması İordaniyanın paytaxtı Əmmanda da kütləvi etirazlarla qarşılanıb. Minlərlə şəhər sakini küçələrə toplaşaraq məscidin girişlərində quraşdırılmış metal detektorlarının kənarlaşdırılmasını tələb edib. Xatırladım ki, İsrail-Fələstin münaqişəsi ötən həftə 2 İsrail polisinin öldürülməsindən sonra yenidən gərginləşib. Suriyanın şərqində hökumət qüvvələri ilə IŞİD döyüşçüləri arasında qızğın döyüşlər gedir. Suriya Müdafiə Nazirliyinin media portalında Deyr Əz-Zor yaxınlığında səhralıqda ərazidə ağır texnikanın iştirakı ilə aparılan əməliyyatların görüntüsü yayılıb. Məlumata görə Bəşər Əsədə sadiq birləşmələr IŞİD döyüşçülərinin hücumunun qarşısını alıb. Toqquşmalarda 30 döyüşçünün öldürüldüyü, 50 nəfərin yaralandığı bildirilir. IŞİD-ə aid zirehli maşınların çoxu məhv edilib. Toy karvanları barədə xəbərdarlıq edildi. Gəncədə ana və 4 aylıq körpəsi yol qəzasının qurbanı oldu. Kiyevdə qeyri-adi aksiya. Yarıçılpaq qız prezidentlərin görüşünə mane olmağa çalışdı. Gəncədə ölüm nəticələnən yol qəzası baş verib. Bu dəfə qurban 24 yaşlı gənc ana və 4 aylıq körpəsi olub. Gəncədə bir həftə ərzində ikinci dəfə ana və övladı yol qəzasının qurbanı oldu. Bu dəfə 24 yaşlı ana və onun 4 aylıq körpə oğlu sürətlə gələn maşının altında qalıb. Hadisə Yeni Gəncə adlanan yerdə baş verib. 38 yaşlı sürücü Ramin Hüseynovun idarə etdiyi minik avtomobili yolu keçən 1993-cü il təvəllüdlü Dilarə Bağırovanı və onun qucağında olan 4 aylıq oğlunu vurub. Nəticədə qadın hadisə yerində dünyasını dəyişib, övladı isə özəl xəstəxanalardan birinə aparılıb. Həkimlərin səylərinə baxmayaraq körpənin də həyatını xilas etmək mümkün olmayıb. Maşın o qədər sürətlə hərəkət edirmiş ki, piyadanı vurduqdan sonra belə dayana bilməyib, digər minik avtomobilinə çırpılıb. Təəssüf ki, bu son bir həftə ərzində ana və azyaşlı uşağının ölümü ilə nəticələnən ikinci avtoqəzadır. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Ayşəm Rüstəmova, Zakir Muradov, Space, Gəncə. Yeri gəlmişkən, Daxili İşlər Nazirliyinin mətbuat xidməti ötən gün Respublikanın avtomobil yollarında baş vermiş 8 yol nəqliyyat hadisəsi nəticəsində 3 nəfərin öldüyünü, 9 nəfərin xəsarət aldığını açıqlayıb. Yol polisi toy sahiblərinə xəbərdarlıq etdi. Onlardan nə tələb olundu? Bax, bu barədə əməkdaşımız Hürriyə Əliyeva danışacaq. Toy edənlərə Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi xəbərdarlıq etdi. Belə ki, toy karvanları digər sürücülərin hərəkətinə mane olur və təhlükə yaradırlar. İlin əvvəlindən bugünə qədər toy karvanlarının iştirakı ilə 4 yol nəqliyyat hadisəsi baş verib. Bəy gəlin avtomobilini müşayiət edən sürücülər yolda hərəkət zolaqlarını lüzumsuz olaraq tuturlar. Sürət həddini aşırırlar, səs siqnallarından istifadə edirlər ki, bu da ətrafdakılar üçün müəyyən problem yaradır. Başqalarının hərəkətinə mane olurlar. Bütün yolu bağlayırlar. Arxada gələn maşın tələsəni var, gecikəni var, təcili yardımı var, polisi var. Bunlar da keçə bilmirlər. Toyda maraq etsin, böhrəndə geçsinlər. Amma əslində yəni polis baxanda düz deyir də. Yəni sonuçta yolun gəlib sağın ya solun boş qoysunlar ki, tələsən adamlarını gedə bilsinlər. Elə baş verən qayda pozuntularını nəzərə alaraq Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsi həm xəbərdarlıq, həm də tələb edir ki, toy karvanlarında nizam-intizama riayət edilsin, yol hərəkət qaydaları pozulmasın. İstismar edilən nəqliyyatın dövlət nömrə nişanlarının yerində dostum evlənir, xoşbəxt olun və yaxud müxtəlif adlarla əvəz edilir. Eyni zamanda bəzək əşyalarının həmin avtonəqliyyat vasitələrinin üzərinə qoymaqla qabaq və ya arxa dövlət nömrə nişanları gizlənir ki, bu da yol hərəkətində qanunun tələbinin pozulmasıdır. Lüzumsuz olaraq sürət həddinin aşağı salmaq, yol boyu səs siqnallarından istifadə etmək, çox avazlı, yüksək tonlu siren və musiqi səsli siqnallarından da istifadə etmək narahatçılıq yaradır. Ailə qurulur və bu da bir xoşbəxtlikdir. Amma çalışın ki, bu xoşbəxtliyiniz ömrünüzü yarıda qoymasın. Hürriyə Əliyeva, Seyid Ülvi Eyvazov, Space. Sanki xanımları gözləyən ağac onların üstünə açdı. Soyğunçuluq edən oğrunu polislər necə yaxaladı?
Yeni bərbər alətləri, çəkic, balta. Biker qəzadan necə xilas oldu? Hörümçək adamların yarışı hər kəsi təəccübləndirdi. Su hovuzuna düşən fil balası necə xilas edildi? Bakı-Şamaxı yolunda 5 evin həyətindən neft çıxır. Həmin evin yiyələri isə bilmirlər bu işə sevinsinlər, yoxsa səksəkədə yaşasınlar. Gəlir mənbəyi olan neft onların yuxusuna əşə çəkib. Təhlükə var. Yenə yanır, yenə yaşayış evlərinin həyətini ağuşuna alıb. Özü də bu dəfə nə az nə çox düz 5 evin həyətindən neft çıxır. Bu isə o deməkdir ki, hər an burada yanğın və ya partlayış ola bilər. Beləliklə, burada təhlükə qalmaqdadır. Söhbət Bakı-Şamaxı yolu 28 may qəsəbəsindən gedir. Səhərə qədər biz neftin içində yaşayırıq. Bizim həyatımız bir kibritdən asılıdır. Qonşu Gülbəniz Sultanovanın da həyətini neft yaman günə qoyub. Deyir, qorxudan gecələri də oyaq qalırıq. Evim bax bu Ramidə xanımın evinin arxasıdır. Ramidə xanım zizəmisindən dolub, mənim bütün həyatım dolubdur. Bizdən keçib 2 qonşu o tərəfə. Hamısı neft həyətdə. Neft Abdullayevlər ailəsinin həyətindən də çıxır. Neft çıxır. Yəni təhlükə etsinlər. Bir ev basmışdı, indi 4-5 evə keçib. İndi sakinlərin gözü yoldadır. Bu çətin vəziyyətdən çıxacaqları günü səbirsizliklə gözləyirlər. Nərmin Adil qızı, Feyruz Rasimoğlu, Space. Bu ilin 6 ay ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan saçması ilə bağlı 41 müraciət daxil olub. Baş toksikoloq bildirib ki, bəzi kəndlərdə zərdab çaşmazlığı var ki, bunun da səbəbi kənd xəstəxanalarının zərdab üçün rayon səhiyyə şöbələrinə vaxtında müraciət etməməsidir. Baş toksikoloq Azər Maqsudov insanların ilan saçmaları zamanı özlərini müdaxilə etməsinin də tibbi baxımdan düzgün olmadığını xüsusi vurğulayıb. Biz mütəxəssislər əleyhinəyik ki, o tiklənmiş yaranı nəsə bir alətlə kəsmək, yandırmaq, ora nəsə sürtmək, xalq arasında qatıq sürtürlər, qatığa sarımsaq qatırlar, dəfələrlə. Ondan başqa aparırlar xəstəxanaya, ora həm çərtirlər, lampas belə açıqlar deyirlər, çərtirlər o əzələni, həm də gipsə qoyurlar onu. Dəfələrlə bizdə rayon əsasən mərkəzi xəstəxananın ardından biz müşahidə eləmişik. Onu qəti qadağan da eləmək, məsləhət görmürük. Ona görə ki, o tez bir vaxtda infiksiyalaşmış yaraya çevirir. Kiyevdə qeyri-adi aksiya. Yarıçılpaq qız prezidentlərin görüşünə mane olmağa çalışdı. Android istifadəçilərinə hədəf seçən yeni virus qeydə alınıb. Virus Google'un rəsmi tətbiqlər mağazası olan Play Store-dan yüklənən saxta proqram tətbiqləri vasitəsilə telefonları yoluxur. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə virus şəxsi şəkilləri, mesajları, elektron poçtları ələ keçirdiyini iddia edərək müəyyən məbləğ qarşılığında istifadəçini təhdid edir və bütün informasiyanı telefondakı kontaktlara göndərəcəyini bildirir. Artıq minlərlə Android istifadəçisi bu virusdan zərər çəkib. Virus telefona yoluxduqdan sonra onu kilidə salaraq ekranda bütün şəxsi məlumatlarınız bizim təhlükəsiz buludumuza köçürülüb. 72 saat ərzində bu məlumatlar sizin telefon və elektron poçt kontaktlarınızdakı hər kəsə göndəriləcəkdir. Bundan imtina etmək üçün $50 ödəməlisiniz deyə yazı peyda olur. SMS gəlib. Yəni şəxsi məlumatların digər şəxsə ötürülməsi, çatdırılması və yaxud da ki, internetə yayılması. Gəlir, ya başqa bir deyil, proqram bunu yüklər. Telefona tez-tez müəyyən proqramlar gəlib. Artıq bu sahədə Google şirkətinə məlumat verilib və hal-hazırda ekspertlər tərəfindən araşdırılır. Buna baxmayaraq istənilən proqramı yükləyərkən də mobil telefona bu virusun yoluxma təhlükəsi var. Sənə müəyyən bir pulun qarşılığında sənin öz malını sənə geri qaytarmaq təklif edirlər. Bu artıq təbii ki, cinayət faktorlu bir şeydir. Şəxsi yolla heç eləmək mümkün deyil. Müəyyən dövlət orqanlarına müraciət etmək lazımdır bu haqda. Tətbiq məzmunundan kənar olaraq telefondakı kontaktları, şəkilləri, zəngləri idarə etmək üçün sizdən müəyyən icazələr istəyirsə, ondan imtina edin və dərhal silin. Bundan qoruma yolları bundan ibarətdir ki, telefonlarda müəyyən antivirus proqramları olur ki, onlar yazılmalıdır.
Müəyyən dövr ərzində, yəni yenilənmə vaxtı gəldiyi zaman həmin antivirus da yenilənməlidir və yenilənmə zamanı artıq biz bundan bir növ qorunmuş ola bilirik. Əgər artıq mobil telefonunuz bu virusa yoluxubsa və sizdən pul tələb edirlərsə, pulu ödəməyiniz məsləhət görülmür. Hürrə Əliyeva, Seyid Ülvey, Vazov Space. Ukraynadan Azərbaycana tərkibində insan orqanizmi üçün zərərli maddə olan quş ətlərinin gətirildiyi barədə xəbər vermişdik. Bugün xəbər aldıq ki, ölkəyə toyuq əti idxal edən şirkətlərin vəzifəli şəxslərini cəza gözləyir. Bununla bağlı artıq cinayət işi də başlanıb. Tərkibində nəmliyin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə İqtisadiyyat Nazirliyi yanında anti-insar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətindən daxil olmuş material baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsində araşdırılıb. Bizim Space TV'də göstərdiyimiz nümunələr əsasında və İqtisadiyyat Nazirliyinin anti-insar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi dövlət xidmətinin keçirdiyi ekspertiza əsasında artıq həmin şübhəli toyuq ətlərini idxal edən hüquqi və fiziki şəxslər barədə cinayət işi açılıbdır və tədqiqat gedir. Baş Prokurorluğu Mətbuat Xidmətindən də faktı təsdiq ediblər. Prokurorluqdan verilən məlumata görə araşdırma zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsullarının gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ölkəyə tərkibindəki nəmliyin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsal olan dondurulmuş toyuq əti məhsulları idxal edilərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli aldatmalarına şübhələr üçün faktla bağlı cinayət məcəlləsinin 308.1 vəzifə səlahiyyətlərindən sui-istifadə və 200.1 istehlakçıları xeyli miqdarda aldatma maddələri ilə cinayət işi başlanılıb. Azad istehlakçılar birinə çox saylı telefon zəngləri daxil olur və bu kimi toyuq ətlərinin, yəni Ukraynada idxal olan toyuq ətlərinin satılmasını da bildirirlər. Və bu günlərdə məlumatlar daxil oldu ki, artıq onlar avtomobildə satılır, verirlər, tez qutudan çıxardırlar, etiketini itirirlər və əhaliyə satırlar. Odur ki, bir daha insanları diqqətli olmağa çağırırıq. Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir. Pərvin İsmailova, Rahib Səfərov, Space. Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağda keçirilən qondarma prezident seçkilərinin nəticələrini tanımayacaq. Dövlət Departamentindən gələn açıqlamada belə deyilib. Qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən prezident seçkiləri heç bir dövlət tərəfindən tanınmır və rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirilməsini ermənilərin növbəti təxribatı kimi qiymətləndirir. Azərbaycan Xarici İşlər Nazirliyindən gələn açıqlamada bu həm də ölkə konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulması kimi dəyərləndirilib. Bu kimi etiraz bəyanatlarından biri də ABŞ Dövlət Departamentindən səsləndirilib. Münaqişənin hər tərəfli nizamlanmasında biz Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyənləşdirməkdə rolunu qəbul edirik. Lakin ABŞ Dağlıq Qarabağı müstəqil və suveren dövlət kimi tanımır və biz keçirilən qondarma seçkilərin nəticəsini qəbul etmirik. Politoloqlar verilən bəyanatın ermənilərin qanunsuz hərəkətlərinə tutarlı cavab olduğunu deyirlər. Çox uğurlu haldır ki, Dövlət Departamenti artıq buna lazımi reaksiya verib. Orada xüsusi qeyd olunur ki, Dağlıq Qarabağın statusu yalnız Dağlıq Qarabağın əhalisi tərəfindən müəyyən oluna bilər. Və burada Dağlıq Qarabağın əhalisi termini işlədərkən bəllidir ki, orada Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmalarının birgə yaşayışı nəzərdə tutulur. Və Dağlıq Qarabağda olan ermənilərin istədiklərinin, arzularının əksinə olaraq statusu müəyyən olunması məsələsində, orada seçkilərin keçirilməsi məsələsində əgər Dağlıq Qarabağ Azərbaycanlıları iştirak etmirlərsə, orada hər hansısa bir legitimlikdən danışmaq mümkün deyil. Şərhçilər rəsmi İrəvanın bu kimi təxribatçı hərəkətləri ilə öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmasının qəbul edilməzliyini də bildirirlər və münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etmələrinin vacib olduğunu da söyləyirlər. Bətörə Nəbiyeva, Rahib Səfərov, Space. Xəbərlərimiz davam edir. Ağcabədidə 24 yaşlı gənc əməliyyat masasında ölüb. Onu 17 gün ərzində 3 dəfə əməliyyat ediblər. Ağdam rayonunun Əhmədağalı kənd sakini 24 yaşlı Elçin Süleymanov bağırsaq uzanması xəstəliyi ilə Ağcabədi rayon mərkəzi xəstəxanasına müraciət edib. Yaranmış vəziyyətin daha kəskinləşməməsi üçün həkimlər onu 3 ay bundan əvvəl əməliyyat edib, ancaq ilk əməliyyat uğursuz alınıb. Daha sonra 24 yaşlı gənc 17 gün ərzində 3 dəfə əməliyyat otağına girməli olub. Bizi çıxardıblar oradan yel-yelpənə, baxmışam ki, şu an dili dodağı qaralı, uşağı götürüblər.
Təzədən operasiya 5-ci səfər uşaq girib operasiya, uşaq operasiya girən kimi komaya düşüb. Həkimi 4-cü səfər əməliyyat edib, effekt vermədi. Məsələ ilə bağlı Ağcabədi rayon xəstəxanasından da münasibət öyrənmək istədik, lakin buradan bizə bildirildi ki, mərhumu əməliyyat edən həkim məzuniyyətdədir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır. Ayşəm Rüstəmova, Emin Babayev, Şamuadı Gözəlov, Space, Ağcabədi. Bu hadisə ilə bağlı Səhiyyə Nazirliyi də artıq araşdırmalara başlayıb. Bərdədə 28 yaşlı gənc itkin düşüb. Valideynləri ilə mübahisə etdikdən sonra evdən çıxan rayon sakinindən bir neçə günlük ki, xəbər yoxdur. Bərdə rayonunun Uğurbəyli kənd sakini 28 yaşlı Emin Əliyev 17 iyul axşam saatlarında evdən çıxıb və geri qayıtmayıb. 28 yaşlı gənc işləmək üçün İsmayılı rayonuna gedəcəyini deyib. Onun sağlamlığı buna imkan vermədiyindən gəncin ailəsi buna etiraz edib. Bu səbəbdən də Emin və atası arasında mübahisə yaşanıb. İndi xahiş edirəm görənlərdən, əgər onu görən varsa, bizə məlumat versin. Əliyevlər ailəsinin sözlərinə görə onların övladı Emin ruhi xəstəlikdən əziyyət çəkir. Ailədə bundan əvvəl də bir neçə dəfə bu cür hadisə yaşanıb. Birdən də evdə durdu, atası ilə biraz söz-söhbət oldu, bəli, söz-söhbət oldu. Elə mən də oradaydım, çıxdı qapıdan. Qeyd edək ki, Emin Əliyevin itkin düşməsi barədə Bərdə rayon polis şöbəsinə məlumat verilib, polis əməliyyat axtarış tədbirlərini həyata keçirir. Ayşəm Rüstəmova, Emin Babayev, Şamuadı Gözəlov, Space, Bərdə. Bu gecə Binəqədi rayonunda kütləvi dava olub. Amma bu davanın səbəbi özündən daha maraqlıdır. Bunu da gecə növbətçimiz Rəşad Vəkiloğlu danışacaq. Yüksək səslə danışmasına irad bildirdilər, 2 nəfər xəstəxanalıq etdi. Gecə saatlarında Binəqədi rayonunda kütləvi dava olub. Hadisə Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini Elvin Sərxanov və qardaşı Daşqın Sərxanov onların məhəllələrində söyüş-söyən uzaq qomları ilə mübahisə ediblər. Tərəfləri sakitləşdirmək mümkün olsa da, həmin şəxslər ərazidən uzaqlaşaraq daha 10-a yaxın adamla Sərxanovların evinə hücum ediblər. Qomları tərəfindən öz həyətlərində döyülən qardaşları hadisə şahidləri xəstəxanaya aparıblar. Söyüş-söyürlər qapının ağzına keçəndə. Uşaq da çıxıb deyib, abala, bura mənim həyətimdir. Gəlin bacım otur böyüdə, anam otur böyü qapının, mən qapının ağzına, niyə söyüş-söyüşəm? Böyləsi olur söhbətdə. Mən gəlib ancaq öz uşaqlarını görmüşəm və görmüşəm ki, vəziyyəti pis götürmüşəm. Evinə hücum edərək 2 övladını xəstəxanalıq edən uzaq qohumları haqqında qardaşların atası Razim Sərxanov Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat verib. Dərhal əraziyə Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları gəliblər. Davadan sonra həmin şəxslər hadisə yerindən qaçdığına görə hələlik saxlanılan olmayıb. Hazırda 40-cı polis bölməsinin əməliyyatçıları kütləvi dava iştirakçılarının tutulması istiqamətində axtarışlara başlayıb. Rəşad Vəkiloğlu, Səbuhi Zülfəliyev, Space. İndi təqdim edəcəyim xəbər isə Cəllabad rayonundandır. Rayon sakininin həyətindən 199 çətinək yol aşkarlanıb. Cəllabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən rayonun Qarazəncir kənd sakini Rəşid Qasımovun həyətyanı sahəsinə baxış keçirilib. Baxış zamanı həyətyanı sahədən aqrotexniki qaydada becərilmiş 139 ədəd narkotik tərkibli çətinək yolu aşkar edilib. Çətinək yolları kökündən çıxarılaraq qablaşdırılıb və hal şahidlərinin iştirakı ilə maddi sübut kimi götürülüb. Rəşid Qasımov istifaqa verdiyi ifadəsində bu bitkinin toxumunun Ağdam rayonuna gedərkən yol kənarında yabanı halda bitmiş çətinək yollarından yığdığını bildirib. Saxlanılan şəxs narkotik tərkibli bitkini şəxsi istifadəsi üçün becərdiyini bildirsə də, çətinək yollarının külli miqdarda olması bunun satış məqsədi ilə də əkildiyini deməyə əsas verir. Faktla bağlı Cəllabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Feyyar Nəsirli, Vüqar Qaliboğlu, Samir İbrahim qızı, Space, Cəllabad. Kiyevdə naməlum bir xanım Ukrayna və Belarus prezidentlərinin iştirakı ilə iki tərəfli sənədlərin imzalanması mərasiminə müdaxilə etməyə çalışıb. Yarıçılpaq görkəmdə olan qadının etirazı Ukrayna telekanalının canlı yayımına düşüb. Sinəsində şüar yazılmış etirazçı yaşasın Belarus deyə qışqırmağa başlayıb. Mühafizəçilər dərhal özlərini yetirərək qadını zaldan kənarlaşdırıb. Yarıçılpaq aksiyaçının Ukraynanın Femin təşkilatının fəallı olduğu güman edilir. И Министерством культуры Украины на 2017-2020. Yaponiya Baş naziri Shinzo Abe'nin həyat yoldaşı Aki Abe
G20 samiti zamanı Amerika lideri Donald Trump'la söhbət etməmək üçün İngilis dilində danışmayıb. Amerika prezidenti onun İngilis dilini bilməməsindən şikayətlənib. Donald Trump bildirib ki, AKAB hətta salam sözünü bilmir. Onun sözlərinə görə 2 saat davam edən nahar zamanı AKAB bir söz belə deməyib və bu narahatlıq yaradıb. Lakin jurnalistlərin apardığı araşdırma zamanı məlum olub ki, AKAB İngilis dilində sərbəst danışır. Onların fikrincə birinci xanım Trump'la ünsiyyət qurmaqdan qaçıb. Mənim bugünə çatdıracağım xəbərlər bunlar idi. Sıra isə işgüzar xəbərlərində. Sağ olun, salamat qalın. $100 manat, 58 dolar 75 sent. 100 manat 52 avro. 100 manat 3344 rubl. 100 manat 208 lira. 100 manat 142 lari. 100 manat 399 yuan. 1 manat 21.739 İran realı. 100 manat 47 funt sterling. 1 gram qızıl 78 manat 44 qəpik. 1 gram gümüş 1 manat 9 qəpik. Azerlight markalı neftin bir bareli 46 dolar 17 sent.